İnsan orqanizmi üçün əsas vitaminlər. 3 vacib vitaminin adı açıqlandı. Hansı qidaları qəbul etsək, xəstəlik bizdən yan keçər. Payızda soyuq qış aylarında qripin geniş yayılacağını nəzərə alsaq, indi insan orqanizmi üçün ən vacib olan vitaminlərin vaxtında qəbuludur. Bəs daha çox hansı vitaminlərə ehtiyacımız var? Amerikanın Cleveland şəhərindən olan alimlər immuniseti gücləndirmək üçün vacib olan 3 vitaminin adını açıqlayıblar. Onlar bildiriblər ki, insan orqanizmi üçün vazgeçilməz vitamin C-dir. İmmun sistemini gücləndirən bu vitamin çatışmadıqda insanda müxtəlif xəstəliklər yaranır. Bunu nəzərə alaraq həkimlər C vitamini ilə zəngin olan portağal, qreypfrut, naringi, çiyələk, bibər, kələm, ispanaq, brokoli yeməyi tövsiyə ediblər. Bundan başqa sağlamlıq üçün B6 vitamini də zəruridir. Bu vitamini isə toyuq ətindən, balıqdan, tərəvəzdən və noxuddan almaq olar. Üçüncü vacib olan vitamin isə Y vitaminidir. Bədənimizdəki Y vitamini çatışmazlığını isə gündəlik olaraq qoz fındıq, həmçinin də mütəmadi olaraq ispanaq yeməklə təmin etmək olur.